kefi olmayanda kefini açmaq üçün, gəzməyə getmək üçün, adicik gedib maşında belə bir kofe içmək üçün. Yəni insan həyatında niyə olur bir kişi? O kişi ki sənin həyatını gözəlləşdirməyəcəksə, o kişi ki sənə dayaq olmayacaqsa, arxa olmayacaqsa, məncə o kişi heç gəlməsə yaxşıdır. Məncə təklik daha yaxşıdır. Səhv deyirəm, düz deyirəm qızlar. Mıkı. Bəli, düzdür. Vallahi da, yəni düşünün ki, bir insandan tanış olmuşsunuz, bir-birinizə şans vermişsiniz. Və bu insan nə sizə yazır, nə sizi axtarır, nə sizə zəng eləyir, nə sizlə hardasa gedir, oturur. Günlərlə sənin üzvü görmür, günlərlə görüşmürsünüz. Görüşəndə gedib yarım saatlıqdan kofedən içib çıxıb gəlirsiniz evə. Yəni elə münasibətdənsə mən tək qalmağı tərcih eləyirəm. Yəni mən elə münasibət istəmirəm də qızlar. Mən sevdiyim insan mənim yanımda olmalıdır. Mən demirəm, kurqul sutka günün 24 saatı mənim yanımda. Ən azından mənlə maraqlanmalıdır. Hara gedirəm, hardan gəlirəm, neyinirəm, nə iş gördüm bu günlərim. Boş buraxmamalıdır da. Mən özümü ona odaklanmalıyam. Yəni mən özümü sərbəst hiss eləməliyəm. Mən bilməliyəm ki, bu mənim həyatımdadır. Yəni mən əgər azad vaxtımda da hər yerə gedib gəlirdimsə, yəni istədiyim yerə gedib gəlirdimsə, istədiyim vaxt evdə olmurdumsa, istədiyim vaxt yatıb, istədiyim vaxt dururdumsa və yaxud da hər şeyi istədiyimi eləyirdimsə, yəni mən o kişinin həyatımda olmağını hiss eləməliyəm. O məni axtarmalıdır, o məni yığmalıdır, o mənlə maraqlanmalıdır, o məni qısqanmalıdır. Əgər bunlar yoxdursa, mən münasibət istəmərəm, yəni tək qalım onda. Çünki mən qoç burcuyam, mən bağlanmağı sevirəm, sahiblənməyi sevirəm, paylaşmağı sevmirəm. Əsil qoç qadın, bütün qadınlar diqqət sevir. Bəs həddən artıq qısqancı olsa, lap çox sevərəm. Həddən artıq qısqanclıq müsibət bir şeydir, çox gözəl bir şeydir. Olur, manyak kimi qısqanclar olur. Oyda, çox qəşəngdir də, yəni çox qəşəngdir. Hər şeyə qarışsın, eybi yox. Yox, mən bezmərəm. Mən bezmərəm, mən xoşlayıram. Xərçəng sevə bir ayda, xərçənglər çox gözəl sevir, həqiqətən də. Həqiqətən də çox gözəl sevir. Bir xərçəng kişisi çox gözəl sevir. Deyəcək, uzun geyin, başını bağla, çıxma mən sizcələ razı olarsa. Yox, başını bağlamaq temasına yox. Mən başımı bağlaya bilmərəm də, yəni. Mən bağlaya bilmərəm, baş bağlaya bilmərəm mən. Yəni, o temaya toxunmaya xahiş edirəm. Mən, baş bağlamaq mənlik deyil, mənlik deyil. Əsas odur, hər kişinin həyatındakı xanım özünə hörmət etməyə bacarsın. Ay, sağ ol, düz deyirsən onu. Halaldır sənə, düz deyirsən. Özünə hörmət, həyatındakı qadın özünə hörmət etməyə bacarsın. Hər kişi də həyatındakı qadına vaxt ayırsın, dəyər versin, sevgi versin, yanında olsun, arxası olsun, dayağı olsun. Bir insanın həyatında bir kişi olanda o kişini həyatında kişi kimi hiss eləməyi bacarsın. Çox gözəl bir şeydir bu. Bir qadının həyatında bir kişi olanda o kişini hiss eləməyi bacarsın. Əgər kişi ondan maraqlanmırsa, kişi ona axtarmırsa, kişi ona yazmırsa, kişi ona yığmırsa, kişi ondan bir yerdə oturub münasibətləri varsa, bir yerdə oturmursa, arasa getmirlərsə, bir yerdə qalmırlarsa, məncə onların münasibəti heç vaxt alınmayacaq, heç alınmasa yaxşıdır. Yəni elə münasibətdən münasibət olmaz. Çünki sevgi boş şeydir, əsas puldur. Özəl günlərdə onun yanında olmursa, ortadan itirsə, yəni elə münasibətdən məncə heç bir qadın istəməz. Səhvəm qadınlar, yoxsa düzəm. Əgər bir kişi sizin həyatınıza giribsə, biri yazıb ki, pulu olsa sevgi də olar. Qulaq asın qızlar. Bax, mən pulu sevirəm, düzdür. Amma puldan önəmli mənim üçün sevgidir. Yəni bir kişinin pulu olsun, sənə qarşısı sevgisi, diqqəti, qayğısı, qısqanclığı olmasın, onunla mən yola getmərəm. İstəyir onun milyonu olsun.
İstəyir onun milyonu olsun. Mən elə münasibət istəmərəm həyatı boyu. Həyatı boyu istəmərəm. Mənim üçün birinci sevgi, diqqət, qayğı gəlir. İkinci pul gəlir. İkinci puldur məndə. İkinci. Yəni birinci mənim üçün sevgi, qayğı, diqqət. Mən özümü önəmli birisi kimi hiss eləmək istəyirəm. Mənə vaxt ayırsın. Vaxt ayırsın mənə. Mənim üçün birinci o önəmlidir. Mənə vaxt, sevgi, diqqət versin. İkinci puldur, düzdür. Pulsuz insanı sevmərəm. Yalan danışa bilmərəm ki, ay gedib ac qurdu sevərəm, ac insanı sevərəm. Yox, yalan danışa bilmərəm. Amma yəni birinci mənim üçün pul gəlir, gəlir, diqqət gəlir. Diqqət. Birinci diqqət, sonra pul. Yəni zaten məni tanıyanlar bilir də, bunu heç deməyə ehtiyac yoxdur. Bəs mən onu deyirəm ki, elə insanlar var ki, pul verir. Amma diqqət, qayğı, sevgi yoxdur. O mənim üçün önəmli deyil. Təsəvvür eləyin ki, biri girib, bax, bir dəqiqə. Bax qızlar, təsəvvür eləyin ki, həyatınızı baxın, çox xahiş edirəm. Çox xahiş edirəm. Bax, orucluq aydır. Əlinizi qoyun vicdanınıza. Tam səmimi mənə cavab verin. Təsəvvür eləyin həyatınıza bir insan girib. Artıq 2-3 aydır və yaxud da 1 aydır və yaxud da 2 aydır və yaxud da 3 aydır o oğlandan danışırsınız. Hə? O oğlan sizlə nə vaxt ayırır? Nə sizlə görüşür? Nə bir yerdə münasibətiniz olub, isti münasibətiniz olub, nə görüşürsünüz, nə gəzirsiniz, nə düzəməlli restorana gedirsiniz, nə sizi axtarır, nə yazır, nə yığır. Məsəl üçün 1 ay mı, 2 ay mı, 3 ayda da bir yerdəsiz. Ortalıqda da heç nə yoxdur. Sadəcə olaraq boş-boş, ayda ildə bir dəfə, nə bilim, səhərdən axşama qədər gündə bir dəfə danışırsınız. Yalanla yazıb ki, apartullu oğlanı. Arada bir yazışırsınız. Arada bir yazışırsınız. Nə bilim, hardasan, işdəyəm, necəsən, yaxşıyam, neynirsən, belə yazışırsınız. Gündə bir dəfə də danışırsınız. 1 ay mı, 2 ay mı, 3 ay mı da bu oğlanlansan, bu oğlan da ki sən rədd elə o insanı can. Hə, yəni bu oğlanla nə görüşürsən, nə isti münasibətiniz var, nə gəzməyə gedə bilirsiniz, nə rayona gedirsiniz, nə burada heç restorana gedirsiniz. Bu münasibət, asilə münasibəti neyinir qadın? Deyir, yığ çuvala, vur divara elə oğlanı. Allah olsun. Yəni belə bir şey yoxdur da. Yəni nə oğlanla hansısa bir şeydə də özəl gündə də oğlan itir. Bir dənə xahiş edirəm. Hansısa bir özəl gündə də oğlan itir, yoxa çıxır ki, mənim problemim var. Elə oğlanla qalarsınız, qızlar, elə kişi ilə qalarsınız. Amma tam səmimi. Elə oğlan kimə lazımdır, rədd olsun. Uzaqdan sevgi olmur bizə. Hə, qalarsınız. Cəhənnəmin dibinə geçsin eləsin. Yox. Allah haqqı. Elə tiplər də var qızlar. Elə tiplər də var. Təsəvvür eləyin, elə tiplər də var. Yəni aylardır görüşürlər, danışırlar daha doğrusu. Gündə bir dəfə telefonla. Yalandan da deyir, səni sevirəm. Özəl gündə yoxa çıxır. Hə, nəyəsə görə, indi bilmirəm nəyə görə yoxa çıxır. Hə, özəl gündə də yoxa çıxır. Ümumiyyətlə, özəl gündə görüşmür səndən. Sonra da deyir ki, problemim var, mənə başa düş, mənim problemim var, mənə başa. Elə bir qızdır. Qız adama deyər, mənim problemim var. Oğlan adama deyər, mənim problemim var. Hə, mənim problemim var, mənə başa düş, mənim problemim var. Qız da axırda yorular, oğlana deyir ki, bala, mənə diqqət, qayğı, sevgi lazımdır. Yəni, məndən sənki tutmaz. Birinci növbədə sevgi, diqqət. Pul 2-də gəlir qızlar. Görürsünüz Hicran xanım nə deyir? Hicran xanım yazıb ki, pulu olmasa başa düşmək olar. Amma həqiqətən də diqqət, qayğı olmasa başa düşmək olmur. Çünki diqqət, qayğı pulla deyil. O insan içindən gəlir. Əgər o insanı sevirsə, ona diqqəti də, qayğısı da, sevgisi də olmalıdır. Təbii ki də can. Sevgi çox gözəl şeydir qızlar. Nə bilim, qurban olma Allaha. Allah hər kəsə sevməyi və sevilməyi nəsib eləsin. Amin inşallah. Sevgi çox gözəl şeydir. Sevgini dillə deyəcək qədər ucuz deyil. Sevgini gərək yaşayasan.
Sevgi nəfəs almaqdır. Sevgi onsuz yaşamamaqdır. Sevgi onun öz ətrini duymaqdır. Sevgi yuxusuz gecələrdir. Nə bilim az. Qızlar öpürəm sizi. Bir saatdan sonra bura gələcəm.